Uşaqlar bir daha salam. Davam edirik. Belgesi 3 riyaziyyat var. Deməli, birinci sualla başlayaq. Onluqlara qədər yuvarlaqlaşdırırıq. Onluq. Onluqdan sonra gələn rəqəm 4 olduğuna görə bu olduğu kimi qalır. Yəqin ki, onluqlara qədər yuvarlaqlaşdır. Yəqin 0 qalıb. Cavab B variantı. Aha, onluqlara qədər yuvarlaqlaşdırın deyir. Cavab olur 3860B. Amma yedirəm, bura bir sıfır əlavə edin. Ola bilər ki, texniki bir səhvdir. Aşağıdakı fiqurlardan hansı silindirdir? Uşaqlar, fiqurları tanısaq yaxşı olar. Silindirimiz B variantı. Bir natural ədəd 1800-dən çıxılır. Bir natural ədəd 1800-dən çıxılır. Yəni 1800-dən hər hansı bir natural ədəd çıxılır. Alınan ədəd 300-dən böyük olarsa, 300-dən böyük olarsa, məsəl üçün ən kiçik 301-i götürürəm. Yəni bu ədəd 1800 çıxılsın 301 1499. Düzdürmü? Hansı ola bilər? Elə 1499. Ya da ki, bir cavablarda yoxlaya bilərsiniz. 1800-dən 1500 çıxsaq 300. Axı bu deyir 300-dən böyük olsun. Ya da ki, 1501 yazsaydıq bura, avtomatik cavab 300-dən kiçik alınacaqdı. Yəni biz bura 1499 və 1499-dan kiçik ədədləri yaza bilərik. Yalnız tək rəqəmlər istifadə olunaraq, tək rəqəmlər 1, 3, 5, 7, 9 istifadə olunaraq yazıla bilən rəqəmləri fərqli ən böyük 3 rəqəmli ədəd 975-dir. Cüt rəqəmlərimiz 2, 4, 6, 8-dir. İstifadə olunan ən kiçik 3 rəqəmli ədədimiz də olacaq 246. Bunların cəmi neçədir? 975-in üzərinə 246 gəlirik. 11 bir yadda, 11, 12 bir yadda, 11, 12. Cavab olur 1221 D variantı. A ədədi B-dən 2 dəfə, C-dən 3 dəfə kiçikdir. Mülahizəsində aşağıdakilərdən hansı örnək gəlir? Həmişə demişəm ki, uşaqlar, gördünüz tapa bilmirsinizsə, özünüzdən bir ədəd verin. 2 dəfə böyük, 3 dəfə kiçik. Məsələn, 2-yə 2 bölünən bir ədəd götürək. Məsələn, 12. B 12 olsun. A ədədi B-dən 2 dəfə böyükdür. Yəni 2 vur B. Yəni 2 vur 12, 24. Düzdürmü? Daha sonra isə A ədədi C-dən 3 dəfə kiçikdirsə, C ədədi A-dan 3 dəfə böyük olacaq. Yəni 3 vur 24. Bu da bizə verir 72. Variantlara baxsaq, toplama çıxma ola bilməz. B variantı olacaq. A bərabərdir 2B-yə. Baxaq görək düzdürmü? B-mizi 12 götürmüşük. Düzdürmü? Onda A olur. Doğrudan da 24. 2 vur B. Doğrudan da 2 vur 12. Bu da 24. C böl 3. 72 böl 3. Bu da bizə verir 24. Hər üçü doğrudur. Düzgün cavab. Əgər hərflərlə ifadə eləməkdə əziyyət çəkirsinizsə, istənilən xəyali ədəd tapa bilərsiniz. Tək ədəd ilə cüt ədədin cəmi təkdir. Baxaq, tək ədəd 5, cüt ədəd 10. Cəmi 15 təkdir. Düzdür. Tək ədəd ilə cüt ədədin hasili 5 vur 10, 50 cütdür. Düzdür. 3 tək ədədin cəmi 1, 3, 5 toplasaq cütdür. Yox, təkdir. 2 cüt ədədin 4 vur 6 hasili cütdür. Bu da doğrudur. Səhv olan burada 6-cı testdə C variantı. Deyir ki, 20704 ədədində neçə minlik var? Uşaqlar, minliklərin sayı necə tapılırdı? Deməli, minlikdə neçə sıfır var? 3. Ona görə son 3 rəqəmi silirik. Cavab olur B variantı. Sonra burada mən dərsdə də dedim. Uşaqlar, milyon sözü, min sözü görəndə nöqtə qoyuruq. 2 milyon. 2002.
Amma xatırlayırıq ki, hər sinifdə 3 rəqəm olmalıdır. Bura 2 dənə 0 yazsam, bu 2 yox, 200 olacaq. Ona görə 2 sıfırı buraya yazırıq. Burada 2 sıfır yazırıq. Amma birinci lap öndəki sinifdə fərqi yoxdur. Bir rəqəm də ola bilər, 2 də, 3 də. Ona görə orada əvvəlinə 0 yazmağa ehtiyac yoxdur. Bizim düzgün cavab olacaq D variantı 8-ci testdə. 9 bölmə əməlinə aid bir misalda qismət 5 bölənlə bölünənin cəmi 42-dir. Yəni A böl B bərabərdir 5. Bu deməkdir ki, A bərabərdir 5 vurulsun B-yə. Və deyir A və B-nin cəmi 42-dir. Yəni 5 5 üstə gəl B 42-dir. 6B-miz 42-dirsə B neçə olur? 7. A neçə olur? 5 vur 7, 35. Bizdən bölünənlə bölənin fərqini istəyir. 35 çıx 7. Bu da düzgün cavab. C variantı 28. Renkli hissəyə uyğun uşaqlar. Burada bu da var. Rənglədiyi üçün görünmür. Görək neçə hissə rənglənib. Ümumilikdə neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçəsi rənglidir? İkisi. 2-yə ixtisar aparırıq. İxtisar nə idi? Sürət və məxrəci eynədə də bölmək. Düzgün cavab olur A variantı. Gəldik 11-ə. Hesablayın deyir. Hesablayaq. 120 böl 4, 30, 10 vur 0, 0. 180 çıx 30 vur 0. 150, daha doğrusu çıx 0. 150 çıx 0. Bu da bizə verir 150, yəni D variantı. 3 yeşikdə cəmi 75 kiloqram alma var. Yeşiklərindən birində 29 kiloqram alma. Digər iki yeşikdəki almaların kütlələri bərabərdir. Yəni bu da x-dir, bu da x-dir. Bu da oldu 75. Tənliyi həll edək. 29 üstə gəl x üstə gəl x 75. 2x bərabərdir. 75-dən 29 çıxırıq. 15 çıx 9 6. 6 çıx 2 4. 46 x bərabərdir 23. Bu yeşiklərin hər birində dediyinə görə neçə kiloqram alma var? 23 düzgün cevap olacaq A variantı. 13'e baxırıq. Deyir ki, A 11, B 15, C 23'dür. 15 çıxılsın 23 çıx 11. 15 çıxılsın 23 çıx 11. 12. Bu da bizə verir 12-ci testdə B variantı. Düzdürmü? Hesabda itirmədik. Deməli, C çıx A 23 çıx 11. Daha sonra isə hamısını düz yerinə qoyduq. Baxaq, hə, düzdür. Sonra növbəti testə baxaq. 14-ə keçirik. Avtobus nəzərdə tutulan yolu 80 km/saat sürətlə 9 saata qət etdi. Avtobus bu yolu geri qayıdarkən 90 km/saat sürətlə hərəkət etdi. Neçə saata qayıtdı? Əvvəlcə yolu tapaq. 80 vur 9. Deməli 720 km yolu 90 km/saat sürətlə neçə saata gedər? Onun üçün də 720-ni bölürəm 90-a. Cavab olacaq 8C variantı. Və sonuncu 15-ci testimiz. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 9085-i yüzlüyə qədər yuvarlaqlaşdırdıqda bundan sonra gələn 8 olduğuna görə bir vahid artır. 9100. Hansı doğru deyir? Rəqəmlər cəmi 10-dur, 10-dur. Çünki 9 üstə gəl, 1 üstə gəl, 0 üstə gəl, 0, 10. Bu doğrudur. 4 rəqəmli və cüt ədəddir, düzdür. 8075-dən böyükdür, düzdür. 9000 10 kimi oxunur, yox, 9100 kimi oxunur. Yanlış olan 15-ci testimizdə D variantı. Bu da bizim oldu ikinci testimiz. Yox, üçüncü testimiz. LGS 3.